Bugün əməkdaşlardan soruşacağıq, işinin nə olduğunu necə izah edirsən? İşinin nə olduğunu evdə necə izah edirsən? Vəzifəm təlim və inkişaf üzrə mütəxəssisdir. Təlim təşkilatçılığı deyə bildirirəm. Başa düşmən olanda belə izah edirəm ki, inkişafa ehtiyacı olan əməkdaşları təlimə göndərməkdə dəstək oluram. Mən SAP-nin məlumat bazasının idarə edilməsi modulu üzrə aparıcı məsləhətçiyəm. Evdə işimi soruşduqda biznesə dəstək göstərdiyimi bildirirəm. Çox vaxt başa düşürlər. Başa düşməyəndə də olur, bəli, bəzən başa düşmürlər. Onda da yola verirlər. Başa düşmüş kimi göstərirlər. Vəzifəm aparıcı proqramçı olaraq çalışıram. Belə də başa düşməyən hal olduqda, məsələn, onu loru dildə izah etməyə çalışırıq. Məsələn, hər kəs marketə gedir, marketdə öz müştəri kartını oxuda bilir, o proseslər necə gedir. Yəni qısa olaraq bu şəkildə izah etmək ehtiyacı yaranır. Mən Araz Marketdə keyfiyyətə nəzarət üzrə aparıcı mütəxəssis olaraq çalışıram. Bəzən bu bəzilərinə qaranlıq qalır, yəni necə olduğunu izah eləməyə çalışırıq. O zaman da deyə bilərik ki, məhsulların sağlam və daha keyfiyyətli formada müştərilərə çatdırılmasına xidmət göstərir. Mən Süreyya Seva, hal-hazırda Supermarket MMC-də ERP üzrə 2 mütəxəssis vəzifəsində çalışıram. Evdəkilərə deyirəm ki, kompüter işidir.